Salam uşaqlar, hər vaxtınız xeyir. Növbəti onlayn dərsimizdə hər birinizi xoş gördüm. Bugün sizinlə mürəkkəb tamamlıq keçirik. Gəlin dərsin adını ilk öncə qeyd edeyim sizlər üçün. Deməli, mürəkkəb tamamlıq. Uşaqlar, complex object ingiliscədə bu formada gedir. Ümumiyyətlə dostlar, onu deyim ki, bu günə qədər bütün dərslər deyirdim ki, həqiqətən asandır belə. Amma mürəkkəb tamamlıq həqiqətən asandır. Bir sıra feillər var, onları bilməliyik. Həmin feillərə uyğun olaraq ikinci gələn tamamlığı biz təyin edirik. To'lu mu gəlsin, ing-li mi gəlsin, yoxsa sadə mi gəlsin? İlk öncə gəlin baxaq görək. Mürəkkəb tamamlıq nədir? Yəni bizim dilimizdə olduğu kimi iki və daha çox əsas nitq hissəsindən ifadə olunan tamamlıq mürəkkəb tamamlıqdır. Məsələn, baxın dostlar, yazıram bura I want to see or I want to know. Görün, nə yazmışam? Mən görmək istəyirəm. İstəyirəm nəyi? Görməyi. Mən istəyirəm nəyi? Bilməyi. Uşaqlar, burada bir tamamlıq gəldiyinə görə bu adi tamamlıqdır bizim üçün. Amma mən bunu bu formada yazsam I want Kate to know. Mən istəyirəm Kate bilsin, Kate öyrənsin. Uşaqlar, baxın, burada artıq iki dənə tamamlıq gəlib. Mənim üçün mürəkkəb tamamlıq budur. Başqa sözlə desək, bu iki dənə, baxın, bu feillə, bu feilin arasında bir dənə nə deməliyəm? İnsan görməliyəm burada, hər hansı bir, belə deyək də, bir şey görməliyəm ki, mən ona mürəkkəb tamamlıq deyim. Başa düşürsünüz? Bu formada deməli, əgər deməli, feilimdən sonra bir deməli, isim gəlibdirsə və yaxud da əvəzlik də ola bilər. Əvəzliyində obyekt əvəzindən istifadə olunur. Xüsusən bunu vurğulayıram. Və sonra bir dənə feil gəlibsə, bu mənim üçün artıq mürəkkəb tamamlıqdır. Strukturunu belə yazmaq olar dostlar. Məsələn, baxın, feil plus tamamlıq və plus feil şəklində ifadə edə bilərəm. Təbii ki, buradakı feil mənim xəbərimdir. Buradan sonra gələn də tamamlıq feil isə ikisi birlikdə mürəkkəb tamamlığı özündə ehtiva eləyir. Bu bizim girişimiz idi. İndi gəlin mürəkkəb tamamlıq haqqında daha geniş məlumatlar əldə etməyə çalışaq. Uşaqlar, ümumiyyətlə mürəkkəb tamamlıq belə desək, orada olan bu ikinci feil var, mürəkkəb tamamlıqda, hansı ki dedimi, isimdən əvəzidən sonra gəlməlidir. Həmin feil, qeyd edirəm burada, bir, şəxsiz feildir. Şəxsiz feildir. Və iki, şəxsə və zamana görə dəyişmir. Şəxsə və zamana görə nə etmir? Dəyişmir. Mütləq şəkildə bunu yadda saxlayırsınız. Məsələn, bayaqki cümləni bir də qeyd eləmək istəyirəm. I want Kate to go. Uşaqlar, burada belə deyək də, məsələn, mən bunu götürüm, goes şəklində yazım, went yazım və digər formalara sala bilmərəm buradakı feili. Yəni, mürəkkəb tamamlıqda deməli, isim və əvəzlikdən sonra gələn bu ikinci feil deyək, o tamamlıq rolunda çıxış edir, amma biz ona indi feil deyirəm sizin üçün, daha rahat olsun. Həmin feili şəxsiz feil hesab olunur və şəxsə zamana, kəmiyyətə görə dəyişmir. Mütləq şəkildə ilk qaydamız nədir? Bunu yadda saxlayırsınız. Ondan sonra uşaqlar, baxın, bu orta hissədə dediyimiz kimi isim və əvəzlik gələ bilir. Bu həmin ismin yerində mən hansı əvəzliyi götürəcəm? Obyekt əvəzliyini. Orada şəxs əvəzliklərindən istifadə etmək qətiyyən olmaz. I want her to go. Baxın, Kate-i mən obyekt kimi ilə əvəz edirəm? Her-lə. Və yaxud da him yaza bilərəm uşaqlar bu formada. Amma gətirim, məsələn üçün, mən bura orta hissəyə she yazım, he yazım, qətiyyən olmaz. Bizim qaydamız dərsində uşaqlar belə idi. Xəbərdən sonra nə gəlirdi? Obyekt əvəzliyi və şəxs əvəzləri təbii ki nədir? Xəbərdən əvvəl gəlirdi cümlənin başında. Yəni ki, əvvəldə istifadə olunurdu. Bu qayda belə. Sonra dostlar, nədə diqqətli olmalısınız? İkinci feil ki var, bu belə deyək, mürəkkəb tamamlıqda gələn. O hansı formalarda ola bilər? Birinci uşaqlar, yazıram bura sizə. Deməli, verb one, yəni feilin birinci forması, sadə forması, to'suz formada yazıla bilər. 2, to plus, deməli, feilin sadə forması və daha sonra ing-li feil. Məsələn, gəlin nümunə yazaq bura, tutaq ki, mən yaza bilərəm, belə qeyd eləyək də, bayaq yazmışdım. Məsələn üçün, no. Ya belə görə bilərəm,
Ya uşaqlar, ikinci feili to know şəklində görə bilərəm, ya da ki, belə desək, tutaq ki, qeyd eləyək bura, deməli bir feil. Məsələn, tutaq ki, talk feilini yazaq. Və yaxud da bu ing-li şəkildə görə bilərəm. Yəni, bunun heç bir belə desək də, başqa cür şəxsə və kəmiyyətə zamana görə dəyişim belə bir şey ola bilməz. Keçmişdə yaza bilməzsiniz, indiki zamanda yazmaq olmaz, sonuna s artırmaq qətiyyən olmaz. Yəni, sadəcə bu üç formanı görə bilərsiniz. Ya sadə, ya to, ya da ki, ing-li. Təbii ki, uşaqlar, bu feilləri mən nümunə üçün yazdım. Yəni, bu bütün feillərə aiddir, yəni bu formada. Və digər məqamda uşaqlar, bəs desəz, müəllim, mən hardan bilim bu sadə know gəlsin, və yaxud da to know gəlsin, to talk gəlsin, to speak gəlsin, və yaxud talking gəlsin, speaking gəlsin. Artıq sizin o birinci gələn feiliniz var idi, ona uyğun şəkildə bəzi feillər var ki, özündən sonra tələb eləyir to-suz tamamlığı. Daha sonra bəzi feillər var, tamamlığımı to-lu tələb eləyir. Bəziləri də var ki, ing-li tələb eləyir. İndi gəlin keçid alaq həmin feillərə. Deməli, qeyd edirik buradan uşaqlar. Sizin hər birinizin məncə ən çox tanış olduğu feillərdən biri hansıdır? Let and make uşaqlar. Bu iki feil. Deməli, uşaqlar, let və make-dən sonra gələn feillər to-suz və ing-siz olmalıdır. Sadə şəkildə istifadə, deməli, nə edirik? İstifadə edirik. Məsələn, baxaq birdən nümunəyə. Məsələn, make-lə bağlı yazaq. I made them agree with, məsələn, John. Deyir ki, mən onu Johnla razılaşmağa, onları daha doğrusu Johnla razılaşmağa məcbur etdim. Yəni, make məcbur etmək mənasında istifadə olunur, let-də icazə verməkdir. Keçmişləri uşaqlar, let-dir. Bunda üç forması da eynidir. Make-də isə made-dir. Həm past simple made-dir, həm də verb 3, üçüncü forması made-dir. Let isə olduğu kimi qalır hər üç formada. Let dediyimiz kimi icazə vermək, make isə məcbur etməkdir. Təbii ki, uşaqlar, baxın, birinci gələn xəbər hər cür dəyişə bilər, s qəbul eləyər, keçmişdə olar, müxtəlif zamanlarda işlənər. Mənim üçün əsas bu ikinci gələn xəbər var, tamamlığımdan sonra gələn. Bax, budur, bu dəyişməsin, bu, belə deyək də, şəxsə kəmiyyətə zamana görə dəyişmir. Və yadda saxlayıram, let və make-dən sonra istifadə elədim nə? To-suz, deməli, feilin sadə formasını. Testlərdə sizə dostlar necə təqdim olunacaq? Tutaq ki, bu cümlə yazılır. Agree-ni də silirəm buradan. 3 nöqtə qoyurlar və sən baxırsan ki, aha, made gəlib, deməli, made-dən sonra gələn feilim nə ing qəbul eləməlidir, nə to qəbul eləməlidir. Gətirirsən, həmən bura yazırsan agree. Və yaxud da digər feillərdə yazmaq olar. Yəni, burada problem yoxdur. Gəlin bir dənə də nümunə yazaq buna aid uşaqlar. Məsələn, buranı sileyim. Məsələn, yaza bilərəm ki, uşaqlar, she made her hür yazsam beyniniz qarışır uşaqlar. Bu onun obyekt əvəzi digər bir şəxs, yəni ki, qadın cinsində olan kimisə deməli məcbur eləyir. Amma gəlin başqa bir insan adı yazaq bura. She made Kate. She made Kate stay with them. Stay with her. Deyir ki, o Kate'i onunla qalmağa nə elədi? Məcbur elədi uşaqlar. Deməli, görürsünüz, made-dən sonra nə gəldi? Heç nəsi sadə feildən istifadə elədim. Testləri də yenə deyirəm, bu stay verməyəcəksiniz də 3 nöqtə qoyacaq. Siz variantlardan let və make gördünüz və yaxud da onların keçmiş forması olar, indiki zamanda da istifadə edə bilərəm. Bu birinci tərəf şəxsə kəmiyyətə zamana görə dəyişir. Əsas mənim ikinci tərəfim dəyişməsin. Burada istifadə edə bilərsiniz artıq, belə deyim, to-suz və ing-siz feildən. Bu bizim birinci qrup feillərimiz idi ki, özündən sonra to və ing tələb etmir. Sadəcə sadə feil istəyir. İndi gəlirəm mən nəyə? İkinci qrup feillərimə. Deməli, uşaqlar, bəzi feillər var ki, məsələn, baxın, fiil, sonra
see, daha sonra watch, to notice mantıqlarını da yazaq. Daha sonra uşaqlar to observe, to observe and qeyd eləyə bilərik məsələn to hear və s. Bu tipli feillərdən sonra isə deməli tamamlıq gəldi. İkinci gələn feil ya sadə olmalıdır ya da verb plus ing olmalıdır. Tutaq ki, həm feili go şəkildə götürə bilərəm, sadə to-suz, ya da ki, going şəklində mən nə etməliyəm? Mütləq şəkildə götürməliyəm. Gəlin buna bir nümunə yazaq. Məsələn, yaza bilər uşaqlar. We saw him go into deməli the bookstore. Uşaqlar, diqqətli olursunuz, so özündən sonra bir obyekt əvəzliyi və ikinci gəldi mənim bu feilim. Tamamlıqdır bu da. Artıq mürəkkəb tamamlıqdır. So-dan sonra gələn feil dediyi necə olmalıdır? Ya sadə olmalıdır, ya da uşaqlar, bura mən həm də going də yaza bilərəm. Yəni, problem yoxdur. Həm go, həm going. Hər ikisi doğrudur. Yetər ki, to-suz formada olsun. Amma to go yazsam artıq, testlərdə tutaq ki, to go verib variantlar arasında, bu artıq səhv variantdır. To go götürə bilməzsiniz. Deməli, bu qrup feillərdən sonra uşaqlar to feel hiss etmək, to see görmək, to watch izləmək, to notice nə deməkdir uşaqlar? Görmək, sezmək, müşahidə eləmək, to hear eşitmək, to observe müşahidə etmək. Bu formalı feillərdən sonra to-suz ya sadə feil gəlir, ya da ki, ing-li feil mütləq şəkildə nə edirsiniz? Götürürsünüz. Daha sonra keçid alaq üçüncü qrup feillərimizə. Demək, üçüncü qrup feillər. Məsələn, uşaqlar, to advise, məsləhət vermək, to allow, icazə vermək, to ask, xahiş etmək, istəmək, to first məcbur etmək, to invite, məsələn, dəvət etmək, to offer, təklif etmək, to wish, arzulamaq və s. kimi uşaqlar. Artıq bu tipli feillərdən sonra isə nə gəlməlidir? To-lu feil mən görməliyəm testimin variantlarında. Deməli, birinci gəldi bizdə let make. Let və make-dən sonra to-suz sadə feil götürməliyəm. İkinci qrup feillərim hansılar oldu? Feel, see, hear, listen to, notice, watch, observe. And bunlardan sonra necə feillər gəlməlidir uşaqlar? Ya deməli sadə feil, to-suz, ya da ki ing-li feil. İkisindən birini görməlisiniz. Yaxşı. Keçdim üçüncü qrupa. Bu tipli feillər to advise, to allow, to ask, to invite, to offer, to wish, to recommend, məsləhət vermək, to tell, to protest, etiraz etmək, to want, istəmək, to warn, xəbərdarlıq etmək. Sonra uşaqlar, bu tipli feillərdən sonra yalnız və yalnız to-lu feil görməliyəm. Məsələn, baxın, yazıram bura. We just want them to apologize to us. Deməli, onlardan sadəcə bizdən üzr istəmələrini istəyirik. Baxın, want, tamamlıq, üçüncü gələn mənim, baxın, burada feilim necə istifadə olundu? Üzrlü sayın uşaqlar, çıxdım oradan. Deməli, necə istifadə olundu? Demək, to-lu formada gəldi. Demək, want-du və bu tipli feillərdən sonra mürəkkəb tamamlıqda mütləq şəkildə ikinci feilin qarşısında to-nun istifadə olunması gərəkir. Belə deyək də, əgər mən bunu silirəmsə buradan və 3 nöqtə yazıramsa, siz variantlar arasından want-a görə
to-lu feil axtarırsınız. ing-li və sadə feil gələ bilməz qəti şəkildə. Deməli, uşaqlar, biz demək olar ki, hər üç feilləri, hər üç növ feillərə baxdıq. İndi gəlin, sizinlə burada bəzi məqamlar var, istisna məqamlar. Onları da nəzərdən keçirək. Deməli, uşaqlar, qeydlər. Uşaqlar, əgər let və make-dən sonra həmcins feillər gələrsə, yəni and-lə bağlanarsa, artıq and-lə bağlananda feillər nə olur? Həmcins olur. Hər ikisi, yəni ki, sadə formada olmalıdır. Verb, deməli, bir şəklində ifadə olunmalıdır. Əgər birini mən tutaq ki, belə deyək də, sadə formada verirəm, digərini to-la verirəm, yaxud da birini sadə verirəm, birini ing ilə verirəm, artıq o səhvdir. Məsələn, baxın, mən nəyə qeyd eləmək istəyirəm sizə? Demək, I let them use my computer and play games. Baxın uşaqlar. Use and play. Burada həmcins deməli üzvlər olduğu üçün let-dən sonra gəlib hər ikisini adi formada yazmışam. Yəni birini uşaqlar use yazım, belə deyək də, birini belə deyəm to play yazım. Bu formada qeyd eləmək olmaz. Həm də onu da yadda saxlayırsınız ki, let-dən sonra necə gəlir uşaqlar? Let-dən sonra sadə feil gəlməlidir. Nə to-su var, nə ing-si var. Ona görə hər iki tərəfdən mən nə görməliyəm? Sadə feil görməliyəm. Və yaxud da yaza bilərəm uşaqlar burada. Tutaq ki, belə deyək də. We made them sit and listen to speech. Baxın, made-dən sonra sit and listen. Hər ikisi eyni formada gəldi. Çünki həmcins üzvlərdir. Bu let və make feillərinə aid idi. Sonra uşaqlar, ikinci qrup feillərdən biz dedik hansıları idi onlar? See, feel, hear, listen to, notice, watch və s. Bunlardan sonra da gələn feillər, belə deyək, hər ikisi eyni formada olmalıdır. Ya ing-li şəkildə verməliyəm, ya da sadə verməliyəm. Çünki ikinci qrup feillərdən sonra gələn xəbər ya sadə istifadə olunurdu, ya ing-li. Yəni, birini sadə, birini ing ilə vermək olmaz. Hər ikisi həmcins olduğuna görə eyni formada yazılmalıdır. Məsələn, baxın, I saw them use my computer. Eyni cümləni qeyd eləyirik uşaqlar. And play games. Diqqətli olursunuz, so-dan sonra gəldi use, sadə, and play. Uşaqlar, biz bunu necə verə bilərdim? Using şəklində yazardım, çünki özündən sonra ing də gələ bilər, so-da. Play də nə yazardım bura? Playing. Belə. Birini sadə, birini ing ilə verə bilmərəm. Ya hər ikisini ing ilə verirəm, ya hər ikisini adi formada verirəm. Çünki so-dan sonra və digər o ikinci qrup feillərdən sonra ya sadə gəlməlidir, ya ing-li gəlməlidir. Variantları da belə deyim, testlərdə buna uyğun deməli müəyyənləşdirirsiniz. Eyni zamanda uşaqlar, üçüncü növ feillərdən sonra isə görün hansı məqam demək özünü göstərir. Demək uşaqlar, üçüncü növ feillər var idi. Hansı ki dediyi hansıları idi? Advise, to allow, to ask. Sonra deyə bilərik to invite, to want, to tell. Bu kimi feillər. Bunlardan sonra feil necə olmalıdır uşaqlar? To plus verb 1. Yəni bu formada yazılmalıdır. Məsələn, to, belə deyək də, speak. Baxın, bu formada görməliyəm həmin feillərdən sonra. Əgər mənim feilim həmcinsdir, and-lə bağlanırsa, onda feillərdən yalnız birinin qabağında to-nun işlənməsi artıq kifayətdir. Yəni, hər ikisinin qabağında to istifadə eləməyəcəm. Məsələn, gəlin bu, yazaq bura bir şey. I want them nöqtələr, my computer and games. Uşaqlar, eyni feillər baxın. Want-dan sonra use to-na yazılmalıdır. To use. Əgər and-lə bağlanıb, bəli, həmcinsdir. Bunun qarşısına to yazdımsa, ikinci hissədə yazmağa ehtiyac yoxdur. Sadəcə play yazacağım, artıq cavabım tapıldı. Deməli. Amma yox, bunun qarşısına mən to yazıramsa,
baxın, to yazıramsa, bu artıq səhv olacaq. Yəni, üçüncü qrup feillərdən sonra əgər mənim tamamlığımda həmcins feillər varsa, onlardan yalnız birinin qarşısına to yazmaq kifayətdir. Sonra uşaqlar, qeydlər arasında bir dənə feil var, to help, kömək etmək. Bu help feili, help feil, belə deyək də, elə bir feildir ki, bundan sonra həm sadə gələ bilər, həm də uşaqlar necə gələ bilər? To-lu formada gələ bilər. Deməli, to help-dan sonra həm sadə gəlir, həm də to plus, deməli, sadə feil götürə bilərəm. Məsələn, baxın, she helped Kate do her homework. Baxın uşaqlar, help'dan sonra do gəldi. Mən bunu belə deyək, to do şəklində də yaza bilərəm. Yadda saxlayıram, help feilindən sonra gələn mürəkkəb tamamlıqdakı bu feilin ikinci hissəsi var. İkinci hissədəki feil həm sadə gələ bilir, həm də to-lu formada gələ bilir. Burada problem yoxdur. Bir daha qeyd edirəm, hansılarını keçdik. Let, make. Bunlardan sonra gələn feil sadədir. Heç nə siz nə to-lu, nə ing-li görə bilməzsiniz. İkinci növ feillər feel, see, hear, listen to, notice, watch, observe. Bunlardan sonra gələnlər deməli uşaqlar ya sadə olmalıdır, ya da ing-li. Üçüncü növ feillərdə isə want to, tell the, permit, to pursue, to promise və s. Bunlardan sonra gələn feillərdə isə deməli uşaqlar olmalıdır, to-lu feil mütləq istifadə olunur. Help-da isə ya sadə verə bilərsiniz, ya da to-lu formada yaza bilərsiniz. Burada heç bir problem yoxdur. Sonra uşaqlar, digər bir qeydimiz nədir? Make ilə bağlı. Əgər make düzəltmək, hazırlamaq mənasında istifadə olunursa, özündən sonra to-lu feil tələb edir. Bax, bunu yadda saxlayırsınız. Məsələn, baxın uşaqlar, he made a new chair to sit on. Deyir ki, oturmaq üçün elədir? O oturmaq üçün yeni stol hazırladı. Uşaqlar, diqqətli olursunuz, baxın, made burada hazırlamaq, düzəltmək mənasında olduğu üçün mən feilimi to-la vermişəm. Bu səhv deyil. Bunu necə yadda saxlamaq olar? İkinci bir məqamda deyim, sonra qeyd eləyəcəm. Bir də uşaqlar, bəzi make-li feillər var ki, məsələn, baxın, make a decision. Bir ikisini yazın bura. Məsələn, bu nə deməkdir? Qərar vermək. Sonra make a joke, zarafat eləmək və s. kimi feillər, bunları sizə göndərəcəm. Bunlardan sonra gələnlər də necə olur? To-lu şəkildə istifadə olunur. Məsələn, onlardan biri də make an effort-da, səy göstərmək. Baxın, he made an effort to correct this problem. Deməlidir ki, o bu məsələni həll etmək üçün elədi, səy göstərdi, cəhd elədi. Uşaqlar, make-li ifadələr və make özü hazırlamaq, düzəltmək mənasında ifadə olunursa, özündən sonra to-lu feil tələb edir, yadda saxlayıraq. Bunu ən asan yadda saxlamağın yolu necədir uşaqlar? Baxın, mürəkkəb tamamlıq versiyasında make və yaxud da made-dən sonra insan gəlir. Belə yadda saxlayırsınız ki, insan gələndə to-suz olur. Amma digər məqamlarda, baxın, a new chair, cansız bir şey gəldi, əşya gəldi. Sonra a decision, a joke, an effort. Görürsünüz uşaqlar, bunlar isə cansız, belə deyək də, əşyavi bir şeylərdir. Bu məqamlarda isə özündən sonra to istifadə olunur. Ən rahat yadda saxlamağın yolu bu ola bilər. Çünki make-dən sonra to tələb olunmadığı hansı mənadadır? Məcbur etmək. Əşyanı və yaxud da hər hansı bir cansız bir şeyi məcbur eləmək olarmı? İnsanı məcbur edirik də. Deməli, make-dən, made-dən sonra insan gəlirsə, mütləq şəkildə to-suz istifadə olunmalıdır. Bunu da yadda saxlayırsınız. Sonra uşaqlar, digər bir qeyd nədir? Demək, yazırıq bura. Fail plus fail. Bu mürəkkəb tamamlıq deyil. Bayaq da sizə dedim. Bu sadə tamamlıqdır. Məsələn, baxın. I want to know. Yenə qeyd edirəm. What happened?
Məsələn, yesterday. Ay, mən bilmək istəyirəm dünən nə baş verdi. Uşaqlar, baxın, bu hissədə bax 2 dənə bu feilin arasında ən sadə şəkildə belə yadda saxlayırsınız. Bir isim və ya əvəzli görmürsünüzsə, bu mürəkkəb tamamlıq deyil. Əvəzi də mütləq nə olmalıdır? Obyekt əvəzliyi şəklində olmalıdır. Bu artıq burada sadə tamamlıq rolunda oynayır. Mən istəyirəm nəyi bilməyi. Artıq burada sadə tamamlıqdır yəni. Əgər bu ikisinin arasında isim və ya əvəzlik yoxdursa, deməli nə oldu? Mürəkkəb tamamlıq olmadı. Bunu da yadda saxlayırsınız uşaqlar. Daha sonra bir cümlədə bir neçə mürəkkəb tamamlıq ola bilər. Bu zaman versiya necədir uşaqlar? Hər bir belə deyək də feil özündən əvvəl gələn feildən asılı olur. Başa düşürsünüz? Bax bu formada yadda saxlayırsınız onda. Sonra digər bir qeydimiz mürəkkəb tamamlığın məhcul növündə uşaqlar feillərdən sonra to hissəcikli məstər gəlir. Bax bunu yadda saxlayırsınız. Bir dənə let feili məhcul növdə işlənmədiyi üçün əvəzinə allo və yaxud da belə deyək də permitdən istifadə olunur. Məsələn, burada mən nəyi qeyd eləmək istəyirəmsə uşaqlar, diqqətli olaq. Məsələn, yazıram bura they deməli they made him made olduğuna görə burada necə gəlməlidir mənim feilim? Heç nəsiz, sadə formada. They made him carry the boxes. Baxın, uşaqlar deyir ki, onlar onu qutuları daşımağa nə elədi? Məcbur elədilər. Mənim tamamlığım nədir? Məhcul növü artıqdan keçmişik, himdir. Onu cümlənin əvvəlinə gətirəndə o nəyə deməli çevrilir? Hiyə. Sonra cümlə hansı zamandadır? Keçmiş sadə zamanda. Strukturum olur was, were, plus verb 3. Deməli, he was artıq verb 3 formadadır. Rahat işim, made yazıram. Bu carry-ni bunun yanına gətirəndə artıq məhcul növdə uşaqlar to-nu qeyd edirəm. To carry the boxes. Təbii ki, by them də yaza bilərəm, yazmaya da bilərəm. Bu testdən asılı olaraq dəyişə bilər. Yadda saxlayırıq uşaqlar, mürəkkəb tamamlığı məhcul növündə feillərdən sonra to gəlir. Bir dənə let məhcul növdə olmadığı üçün onun yerinə də allow-dan permit istifadə deməli edilir. Sonra uşaqlar, belə bir məqam da ola bilər ki, bizim nisbi əvəzliyimiz mürəkkəb tamamlıqda istifadə olunsun. Məsələn, belə bir cümlə yazaq bura. Sizə aydın olsun, diqqətli olun uşaqlar. Məsələn, she wants children. Bunun rəngini dəyişək. She wants children who are standing here. Standing here. Yenə qayıdaq əvvəlki rəngə, başqa rəngə daha doğrusu. To enter. Və qeyd edirəm nə bura? Birində. The room. Uşaqlar, diqqətli olursunuz. Want feili, yəni məşhur feillərdəndir. Görəndə mənə mürəkkəb tamamlığı anımsadır. Özündən sonra isim gəldi və to-lu feil gəldi. Bizim dilimizdə əlavə var idi. Bir növ əlavəni xarakterik edir. Yəni ki, o belə deyək də istəyir ki, uşaqlar içəri girsinlər. Harada, yəni oradadır, kim ki orada dayanıb. Yəni bu bir növ belə deyək də uşaqları izah eləyir. Yəni harada dayanıblar, onu göstərir. Yəni bu formada da siz mürəkkəb tamamlığı görə bilərsiniz. Yəni ümumilikdə baxın, children-dan bura qədər bir mənim belə deyək də tamamlığımdır. Sonra da gəlib ikinci tamamlığım to-lu formada wants-a görə. Bunu da qeyd elədim sizin üçün uşaqlar. Daha sonra bir məqam da var. İcbar növ. Mən onu sizə deməli məhcul növdə demişdim. Hansı ki qaydası çox rahat idi. Bir də qeyd edirəm burada yadınızda qalsın deyə. Nə demişdik uşaqlar dərsdə? Əgər have və get bunlardan sonra hər hansı bir əşya gələrsə, yəni ki, belə deyək, tamamlıq olaraq cansız bir əşya gələrsə, hər iki halda feilim üçüncü formada olmalıdır. Yox, əgər have-dən sonra, belə deyək, canlı gələrsə, canlı insan tamamlıq olarsa, get-dən sonra da canlı gələrsə, belə deyək, burada sadə feil olmalıdır, burada isə to-lu feil olmalıdır. Bu da bizim mürəkkəb tamamlığımız uşaqlar, icbar növümüz belə. Sağ olun, salamat qalın. Nə sualınız olsa mənə ünvanlaya bilərsiniz.